Gülçin, bir kazanlıya bakıyorum. Problem yaratır. Deyirəm lazım, gecə boşursan, işdən bir səs getmir. Şunu caliyaya baxsa, baxsa keçsiz. Sizə uğurlar. Amerikan Hostal Tbilisi, sağlamlığınız üçün doğru seçim, peşəkar həkimlər, beynəlxalq standartlar və fərqli yanaşma. Qəbula yazılmaq üçün 009-009 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Ünvan, Tbilisi şəhəri, Şangir Türkçəsi 17. Can təbii hər şey. Yazılı ölçümü işləri üçün kimsalda 300 min liraya qədər Agrokreditdən gəlirlərinizə uyğunlaşdırılmış ödəniş qrafiki ilə yararlana bilərsiniz. 50 min liraya qədər məbləği isə girov təminatı olmadan əldə etmək mümkündür. Maliyyələşdirmədən kənd təsərrüfatı texnikasının alınması, inventarın yenilənməsi və ya zəruri aqroistehsal materiallarının əldə edilməsi üçün istifadə edilir. Kristaldan Agrokredit təsərrüfatınız üçün daha çox imkan. Əlaqə nömrəsi 032 202 20 20. თუ კავკას აუტოს ავტოდილერი ხარ, მარნეულის საავტომობილო ტერმინალში შეგიძლია მომსახურების სააგენტოს ყველა სერვისით ისარგებლო, რაც მოიცავს ავტომობილის ადგილზე გაფორმებასა და რეექსპორტის გამარტივებულ პროცესს. ავტომობილის განთავსება სპორტიდან პირდაპირ მარნეულის ტერმინალზე 6 თვის ვადით უფასოდ შეძლება, თანაც ტრანზიტული ვადის ათვლის გარეშე. დეტალებისთვის დაგვიკავშირდე ნომერზე 032 255 1155. შენი სვლა. Tbilisi'de yeni menzilin ayda cəmi 265 dollardan başlayan qiymətlərlə İsani Builders şirkətinin əlverişli təklifi ilə 20% ilkin ödəniş edirsən və 0%li daxili kreditdən yararlanırsan. Bu yolla özünü böyük aylıq ödənişlərdən sığortalayırsan. Layihə İsani'nin yeni bulvarının yaxınlığında Kür çayının sahilində yerləşir. Mənzillərin sahəsi 51 kvadrat metrdən başlayır və 2027-ci ilin dekabrında yaşıl karkas vəziyyətində təhvil veriləcək. Gələcəyinə sərmayə qoy. Əlaqə üçün 550 00 10 10. Nora, თქვენ საქმეზე ყველა მისაუბროს. განათავსეთ რეკლამა რადიო მარნეულის ეთერში და მიეცით თქვენს ბიზნესს ზრდის ახალი შესაძლებლობა. დაგვირეკეთ 557 994 415. Bir hayat hikayesi, sevinci, kədəri, problemi və həyat təcrübəsiyle dolu olan, təsirli və ibrətamiz bir həyat hikayesi. Hər insanın özünə məxsus bir həyat hikayesi var. Müxtəlif həyat hikayələrini dinləmək üçün 96.9 tezliyində Manol Radyosu'nun canlı efirində Ubarda Muxtarovanın təqdimatında Çarşamba axşamı saat 12:00-da dinləyə bilər. Salam, hörmətli Radyo Manoli dinləyiciləri. Sizi bugün yenə də mən Ubarda Muxtarova Radyo Manol'un canlı efirində bir həyat hekayəsi radyo proqramında salamlayıram əziz dinləyicilər. Bugünkü bizim qonağımız, hörmətli qonağımız Avtandil müəllimdir. Salam Avtandil müəllim, necəsiz? Salam Rübabə xanım, dəyərli Maniola FM izləyiciləri, hər gün izləyicilərimizi salamlayırıq, sizləri salamlayırıq. Təşəkkür edirəm dəvətiniz üçün. Çox maraqlı bir mövzuda söz açırıq. Həqiqətən bizim üçün də dəyərlidir. Çox sağ olun, təşəkkür edirik. Avtandil müəllim, biraz özünüzü təqdim edə bilərsinizmi? Bəli, mən Avtandil Məmmədov. 20 ildir ictimai əsaslarla çalışıram, ictimai fəaliyyətlə məşğulam. 20 illik fəaliyyətimin, bir 11 illik Azərbaycanda fəaliyyətim olmuşdur. Bir 9 il isə Gürcüstanda fəaliyyətim davam edir. Və
Bildiyiniz kimi hər bir belə deyim ki, vətəndaşın öz hüquqları, haqları vardır. Çox təəssüf ki, dünyamızda kifayət qədər haqsızlıqlar baş verir, hüquq pozuntuları var. Əlbəttə ki, bir mütəxəssis kimi, bir şəxs kimi biz yəni həm öz haqlarımızı, həm digər insanların haqlarının müdafiəsi istiqamətində və imkanlarımızı ortaya qoymuşuq və 20 illik fəaliyyətimiz var. Çox yaxşı. Uşaqlığınız harda, necə keçib? Uşaqlığım Azərbaycanın Quba rayonunun Rustov kəndində keçib. Uşaqlığım bir müddət orada təhsil almışam. Sonra şəhər məktəbinə köçmüşəm Bakı şəhərinə və təhsilimi Bakı şəhərində, uşaqlığımın bir hissəsini Bakı şəhərində keçirmişəm. Amma bugün hər iki halda əlbəttə ki, gözəl xatirələr var, unudulmaz xatirələr var. Lap yaxşı. Lap yaxşı. Ailənizin yəqin ki, sizin həyatınızda böyük rolü olub, eləmi? Ailəmiz dedikdə, yəni ümumi. Əlbəttə ki, o hər bir insanın həyatında ailəsi böyük mühüm rol oynayır. Bildiyiniz kimi, əsasən ailənin, yəni valideynlərdən irəli gəlir. Yəni valideynlər, baxırsan ki, ilk ailə üzvlərinin valideynləri olur. Valideynlərin belə mühiti, ailə mühiti insanın cəmiyyətdə formalaşdıran amillərdən biridir. Və bugün mənim atam məsələn siyasətçi idi və hər zaman o siyasəti izləyirdi. Biz hələ uşaq idik, baxırdıq, izləyirdik ki, görürsən, atam neyniyir, məsəl üçün, bu siyasət nədir? Və Azərbaycan siyasətində kifayət qədər müəyyən prosesləri izləyirdim. Sonra yavaş-yavaş artıq formalaşanda dərk elədim, anlayırdım. Və dedim ki, yox, mən siyasətçi olmayacağım. Birinci etirazım oradan başladı, sözündüsü. Dedim ki, atam siyasətçidir, mən biraz hüquqçu olacağım, ictimaatçı olacağım. Sözün düzü hüququna, hüquq sahəsində daha çox diqqət ayırdım, təhsilimi, yəni illərimi, zamanımı hüquq sahəsində ayırdım. Amma bugünkü gündə hüquq sahəsi dəli bir şeydir ki, bugün siyasətlə məşğul olmaq deyil, siyasətin özü deməkdir. Bəzən, çünki haqlar, hüquqlar gəlib bağlanır siyasətə və o mütləq əlaqəlidir. Və o uşaqlıq xatirələrini deyirsiniz ki, təsiri necə oldu? Uşaq vaxtında bəzən neysə etiraz edirsən, neysə razı olmursan, amma zamanla ucu görürsən ki, yox, sən proseslər başqa bir tərəfə aparıb çıxarır. Məsələn, o vaxtı təsir, yəni proseslərdən söz edirik. Bir xatirə məsələn, danışardınızsa gəl mümkünsə. Uşaqlıqdan məsələ belə yadır. Xatirələrim çoxdur, mənim xatirələrim çoxdur. İlk dəfə mənim, məsəl üçün, atam Bakı şəhərinə aparanda, yəni ilk dəfə mən Bakını görəndə olub, artıq baxışım dəyişdi. O vaxtı Xəlil Ruzul Türklə görüşdü və s. digər Azərbaycan nümunəvi şəxsiyyətlərlə görüşəndə mən baxırdım, hələ uşaq idim. Amma sonra o xatirələr bugün mənə elə xoş gəlir ki, məsələn, baxırsan ki, atamın, ailəmin mənim həyatımda qoyduğu izlərdən biridir. Və özümün öz xatirəm məktəbdən də başlandı, uşaqlıq illərində. Məktəbdə, məsələn, ilk müəllimim var idi. Müəllim deyirdi ki, kim dərsini oxumasa, onu mütləq cəzalandıracaq. Bu cəza formasında mənim biraz etirazım yarandı ki, ilk dəfə məktəbə gedirsən, cəza nədir və s. Bu, mənim biraz içimdə bir etiraz yarandı. Və zaman biraz uşaq olsun, biraz narko çəkinirsən, narahat olursan, formalaşırsan. Zaman deyirdim ki, bu doğru yanaşma deyil bu cəmiyyətimizdə. Bir gənc, bir yetişkin, bir uşaq gəlib təhsil alırsa, sən ilk təhsil günlərində onu cəzanla hədələyirsən. Yaddaşımda pis qalır. Əlbəttə ki, bax, bu da uşaq xatirələrdən, yəni ən negativ olan xatirələrdən biridir. Həyatınızda dönüş nöqtəsi olan bir hadisə varmı? Həyatımda hər zaman
dönüş nöqtələri olub müxtəlif zamanlarda, müxtəlif sahələrdə, müxtəlif proseslərdə. Əsasən mənim məsəl üçün belə sadə bir həyat tərzində o qədər belə bir ciddi bir problem olmayıb, hansısa bir problem yaşamamışam. Amma fəaliyyətim çərçivəsində bəli dönüş nöqtələrim çox olub. Çünki qərar almaq məsələsində bunun məsəl üçün baxırsan ki, müəyyən bariyerlərlə üzləşirsən, müəyyən qarşında barikadalar olur və bunlar necə keçəcəyini və keçmək istədiyini və keçmək istəmədiyini haqqında bu qərarların alması məsələ özü bir dönüşdür. Yəni, yaxırsan bəzən insan yorulur, bəzən deyirsən ki, yox, bunu getməsə fikirləşir. İnsan olur. Və fikirləşəndə baxırsan ki, yox, bunu keçmək lazımdır. Amma sənin öz ideyaların, sənin ətrafın, insanlar və onlar sənin həyatında özün də bəzən istəmədən dönüş nöqtəsini yaradan səbəblər olur ki, sən deyirsən ki, yox, bunu dönüş edək, davam edək, irəli gedək, inkişaf edək, ətrafımızı xeyirli, belə xeyirli hərəkətlərimizdən seçilək, nümunə olaraq cəmiyyətimizdə. Bax, məsələn, o vaxtı, məsəl üçün, nümunəvi şəxslərdən necə ki, keçmişdən, tarixdən danışırıq. Əslində, tarixi bugün bizlər yazırıq. Sizlər hər birimiz yazırıq. Bugün də, məsəl üçün, cəmiyyətimizin bu günündə bəzən, məsələn, insanlar əslində nümunədir. Bu tarixi izlərdir bugün. Bir nümunədir və nümunə olmalıdır. Mən belə başa düşürəm. Düzdür, elə çətinlikləriniz də yəqin ki, bu nöqteyi nəzərdən olub, yəni qarşılaşdığımız həyatda. Çətinliklərim olub, mənim ən belədimdə yadda qalan çətinliklər, deyəndə ki, çətinlik mən deməzdim, bəzən yenə də dedim, müayinələr olub. Məsələn, mən 2017-ci ildə Gürcüstana köç elədim. 2017-ci ildə Gürcüstanda mən gələndə harada və necə yaşayacağımı, çalışacağımı bilmirdim. Məsəl üçün, ailəni baxırsan, kənar bir ölkəyə gedirsən, biraz həyatını da köç edirsən, yəni ömrünün, ətrafını hələ bir ki, orada artıq formalaşdırırsan. Bəli, mənim üçün biraz müəyyən çətinliklər oldu. Hələ baxırdım ki, məsəl üçün, çalışmaq, resurslar, bəzən hələ çətinliklərim də oldu. İnsanlar, məsəl üçün, tanıtmaq, belə bir kimi hallar olub. Digər çətinliklər də olub, yəni müəyyən məqam olub. Onlar mənə ictimai əsaslarla bağlıdır. Burada bizə şəxsi suallar verdiyiniz üçün, öz həyatımızdan suallar verdiyiniz üçün, biz də belə cavablandırmağı düşünürük. Bax, indiyə qədər ən verdiyiniz önəmli qərar, yəqin ki, Gürcüstana gəlməyiniz olur. Yox, mən hər zaman önəmli qərarlar vermişəm. Mən qərarlarda, belə deyim də, heç vaxt tərəddüd eləməmişəm. Amma düşünərək qərar vermişəm. Və verdiyim qərarda heç vaxt yanılmamışam da. Bəli, mənim məsəl üçün heç vaxt, mən demişəm ki, mühacirətə getmək istəyən arzum olmayıb. Amma elə bir ani, belə də başqa bir ölkədə köçüb yaşamaq, uzun müddət ömrünü orada davam eləmək, mənim heç belə bir arzum olmayıb. Məsələn, mən onu elə bir ani bir şəkildə, ani bir zamanda qərar verdim ki, artıq məsəl üçün mən başqa bir ölkədə yaşamalıyam. Və ondan sonra orada adaptasiya olmaq, formalaşmaq və fəaliyyətini davam eləmək həqiqətən mənim üçün önəmli qərarlar idi bunlar. 2017-ci ildə gəldim, 2018-ci ildə mən Gürcüstanda olduğum müddətdən də təsəvvür ki, yenidən QHT-ni formalaşdırıb, onun fəaliyyətini həyata keçirmək özü önəmli bir qərar idi mənim üçün həyatımda. Bəli, bir neçə, yəni, halda sadalamaq olar ki, qərarlar verilmişdik. Amma heç də təəssüflənməmişəm. Peşman deyiləm ki, çünki heç vaxt peşman da olmamışam və deyiləm. Lap yaxşı. Həyatınızda sizə ilham verən insanlar olubmu? Əlbəttə ki, hələ bizi gücləndirən, bizi belə stimul bəxş edən, məsələn, elə ilham verici insanlardır. Çünki gözəl şəxsiyyətli və anlayışlı, sədaqətli, yəni cəmiyyətə belə deyim də, uğurlu olan insanlar var. Bugün biz o insanları görəndə sevgi ilə, məhəbbətlə qarşılayırıq. Əlbəttə ki, bunlar bizə ilham verir və insanlar bir-birinə anlayışlı olanda, bir-birinə hörmət, nizam, intizam və belə deyək ki, bir
qayaq olanda, ya və s. də müxtəlif məsələdə sahələrdə demək olar. Bu əlbəttə insanlara məsəl üçün ilham verici bir haldır. Əlbəttə ki, mənim həyatımda da bir çox insan olub ki, mənim həyatım ilham verici olub, məsələn, stimul bəxş edib. Mən təşəkkür edirəm, fürsətdən istifadə edirəm. Yəni, o dəyərli insanlara, anlayışlı və diqqətçil insanlara həqiqətən bugün də buradan fürsətdən istifadə edib də təşəkkürümü çatdırıram. Çox sağ olun. Həyatda ən çox dəyər verdiyiniz şey nədir? Hansı? Məsələn, dəyər vermək bir çox mövzu, bu ümumi əhatə edir sual. Elə necə istəyirsiniz elə də cavab verin. Yox, dəyər verdiyim şeylər mənim birincisi mənim üçün də həyatda dəyər verdiyim şey mənim düşüncələrimdir. Mən öz düşündüklərimə daha çox dəyər vermişəm, birinci olaraq. Sonraki mərhələlər var. Əlbəttə ki, insan da var. Biraz dəyərli şey deyəndə biraz onu çox ümumi əhatə edir. Bəli. Amma mən daha çox mənim üçün dəyərli olan düşüncələrim, yəni və fəaliyyətim olub, mənim üçün dəyərlidir. Mən hər ilham alıram, belə deyim, hər zaman sevinirəm. Sizi ayaqda tutan əsas prinsip nədir? Ədalət, vicdan. Ədalət və vicdan. O vaxtı Rübabə xanım tələbə idim. Azərbaycan politolog Vəfa Qulzadə bir gün çıxışlarında dedi ki, dünyada əgər haqq ədalət, yəni 45-50% çatırsa, bunu sevinmək lazımdır. Dedik ki, bəs fikirləşirdik ki, indi biz də gənc yetişkən idik. Təhsil almışam, necə yəni bu nisbi bir fikir 50-50-yə belə fikir təşkil edir. Və dedim, yox, mən necə çatımsa, bir günləri Bakıda o bulvarda, dəniz kənarı, park bulvar deyilir. Orada təsadüfən geçişirdik, hələ geçişirdik, təsadüfən gördüm ki, mərhum Vəfa Qulzadə gezir, idman forması ilə gezir. Biraz tanıdım, dedim ki, yoldaşlar, bir-iki dəqiqə məni gözləyim. Belə yaxınlaşdım. Yaxınlaşdım, dedim ki, bəs, siz belə bir çıxışınız var idi. Bunu nəyə əsas, bunu mənə bizə də aydınlıq getirin. Vaxtıdır ki, gənc tələbəsən dinlərim. Deyir ki, bunu mən indi sənə o qədər danışsam da, sənə o qədər suallarım yaranacaq, deyir. Bunun saatlarla bitməz, deyir. Dedim, bəs, dedi, sənə bir cavab elə biləm. Əlbəttə ki, zamanla da özün fərqində olacaqsın. Bəli, bugün də mənim, məsəl üçün, bax, o dediyim məqam ki, ədalət, vicdan. Ədaləti çox insanlar, məsəl üçün, kənar yerlərdə axtarır. Və hardansa gözləyir ki, kimsə onun üçün ədalət təşkil edəcək və haqqını verəcək. Əslində, ədalət insan daxilindədir. Onun vicdanı ilə, bəli, verdiyi qərarlar, insanlara qarşı, insanlar haqqında düşündükləri və onlara qarşı etdikləri, bunlar hamısı ədalətdir. Və mənim bugünkü gündə ayaqda saxlayan mənim ədalət prinsipimdir. Və belə hüquq və azadlıqlardır. Və təşəkkür edirəm. Hal-hazırda nə ilə məşğulsunuz? Hal-hazırda hələ ictimai fəaliyyətimi davam edirəm. Monitoring sahəsində baxıram. Özüm, yəni, belə deyim, sırf, belə deyim, geniş bir məşğulluğum yoxdur. Hərdən vaxt edirəm, hobbilərdən istifadə edirəm və biraz özümə vaxt ayırıram. Çünki, baxma, mən də bir dönəm, çox uzun bir dönəmdir. Baxırsan ki, belə deyim, böyüdüyün eldən, obadan ayrılıb, məsələn, yaşayırsansa, əlbəttə ki, bugün başqa bir yerdə həyatını davam eləmək, müəyyən qədər insanda, məsəl üçün, bir yer boşluğu yaradır. Boş vaxtlarınızda nə ilə məşğul olmağı xoşlayırsınız? Boş vaxtlarımla təbiətlə maraqlanır. Gəzməyi xoşlayırsınız? Gəzməyi xoşlayıram, istirahət etməyi xoşlayıram və dəyərli insanlara vaxt ayırmağı xoşlayıram. Oturub kofe, çay içirik, söhbət edirik. Bəzən, məsələn, baxırsan ki, idmanla xoşlayıram, idmanla məşğulum boş vaxtlarımda. Yəni, müxtəlif sahələr var ki, məşğul oluram.
və övladlarımla məşğul oluram, onların təhsili ilə məşğul oluram. Yəni bu istiqamətdə həqiqətən diqqət edirəm. Lap yaxşı. Ümumiyyətlə sizin məsələn gələcək üçün hansı planlarınız, hansı arzularınız məsələn var? Planlar dedikdə indiki dövrdə planı açmaq olacaq. Düzdür. Baxırsan ki, görürsünüz, hər tərəfin savaş halında da plan qura bilmir burada. Amma arzular əlbəttə ki, yaxşı, çox hər kəsin, hər bir özünün arzusu var. Əlbəttə ki, arzular yoxdur, çox gözəldir. Amma arzular da müxtəlif arzular var, çata biləcək arzular var, çata biləcək. İnsan hələ gedir, bəzən uşaqlıqda arzu qurursan və yetişirsən, həmin arzuyu çatırsan və sonra yetişəndən sonra daha bir arzu, daha bir arzu. Hətta insan, yəni ömrünün son zamanları baxırsan da, keçicidir insan və son anlarında yenə də arzulayır. Arzular bitmir. Yəni arzulayır ki, biraz da möhlət versin Allah bizə, biraz da möhlətimiz olsun, ömrümüzü davam edək. Nə bilim, belə deyim, uşaqlarla, nəvələrlə, ailə ilə gün keçirdik. Bu da yəni bitməyən arzular çoxdur. İndi bugünkü gündə mənim arzum məsələn, indi öz arzuma gəldiksə, mən əlbəttə ki, əsas azadlıq və demokratik bir cəmiyyətdə yaşamaq. Mənim üçün ən böyük arzum budur ki, azad və əsas demokratik bir cəmiyyətdə yaşamaq. Çox yaxşı arzudur. Bax, Əfəndi müəllim, gələcək nəslə sizin nə məsləhətiniz, nə tövsiyəniz olardı? Gələcək nəsil dövrünə formalaşır. Bugün hər bir dövrün, məsəl üçün, öz tələbatları var. Bugünkü gələcəkdə, məsəl üçün, bizə o vaxtı deyirlər ki, oxumaq lazımdır. Gedib, məsəl üçün, təhsili valideynlərimiz, yaxınlarımız təhsil almaq lazımdır. Bəzən hallarda da deyirlər ki, gedib peşə öyrənmək lazımdır. Peşə öyrənməlisən ki, özün üçün neysə ehtiyacın olmasın. Biz bu hallarla da rastlaşmışıq. Amma bugün üçün gələcəyə, indiki dövrdə müqayisə etsək, gələcəyə tövsiyə edərdim ki, əsasən təhsil alıb öz hüquqlarını, belə deyim, cəmiyyətlər üçün yararlı olmağı, ətrafı üçün yararlı olmağı və sağlam bir cəmiyyət qurulmasına. Harada olursa olsun, sağlam və cəmiyyət, demokratik bir cəmiyyət bütün xalqları xoşbəxt edən bir amildir. Mən də gələcəyə bunu tövsiyə edərəm. Ki biz ola bilsin ki, bəlkə bizlərin attığımız addımları nəticə ala bilməyibsə, ən azından onlar nəticə qazansınlar. Düzdür. Bax, Əfəndi müəllim, yəni geriyə dönsəydiniz, həyatınızda nəyi fərqli etmək istəyərdiniz? Çox çətin bir sual oldu. Nə dəyişiklik etmək istəyərdim həyatımda? Yəni nəyi fərqli edərdiniz? Fərqli, yəni ki, etmədiyiniz şeyi edərdiniz, yaxud da fərqli edərdiniz. İlk öncə, bəli, mən məsəl üçün, baxmayaraq coğrafiyamıza görə, məsəl üçün, həyatımın, yəni qeyd etdiyim kimi, sağlam və bir demokratik bir cəmiyyətdə, belə deyim də, mühitində yaşamaq təşkilini qurardım. Bu ikinci məqam isə cəmiyyətim üçün, insanlarımız üçün, xalqlarımız üçün, məsələn, burada bəzən, məsəl üçün, baxırsan, ərazilər var, müxtəlif millətlər var, biz hamımızı çox sevirik. Amma o xalqların xoşbəxtliyi və azadlığı bugün bütün, yəni belə deyim, birbaşa həyatın inkişafına bağlıdır. İnkişafa bağlıdır. O gün əgər xalqlar, insanlar nə qədər, belə deyim ki, yaxşı bir addımlar atarsa, bu inkişaf etmiş olur. O bugün o problemlərin, məsəl üçün, söz etdiyimiz problemlərin qarşısını almış olur. Bugün yenə də mən əgər, belə deyim də, geri dönmüş olsaydım, yenə də bu mövqeyin, bu sahədə fəaliyyət göstərərdim. Amma daha biraz fərqli, daha mükəmməl. Sözün əsl mənasında daha mükəmməl. Yəni, hər birimizin bəzən, belə deyim də, təcrübə biz insanları formalaşdırır ümumiyyətlə. Biz, məsəl üçün, təcrübəcə daha önce o təcrübəni görürsən, geriyə dönmək istəsən, elə mümkün deyil geriyə dönüş etmək. Laf belə dönüş etsən də deyirsə, fokus olsa. Dönüş etsək,
Daha mükəmməl addımlar atmaq. Lap yaxşı. Bəlkə Tanrı bölüşmək istədiyiniz nəsə bir, yenə də bir hekayə mi var, ya nəsə bir özünüzə aid məsələn? Mən bölüşmək istədiyim bir çox hekayəm ola bilər. Müxtəlif, məsəl üçün, deyim ki, o vaxt müəyyən çətinliklərimiz, təhsil aldığımız illərdən danışa bilərik, məsəl üçün, mühitimizdən danışa bilərik və belə deyək ki, fəaliyyət sahələrində üzləşdiyimiz sahələrdən paylaşa bilərik. Yəni, indi bilmirəm, o daha sizin süründə verilişində hansı daha uyğundur? Hə, yəni özünüzə aid, bu hamısı sizin özünüzə aiddir də. Yəni birini paylaşa bilərsiniz, hansı birisi sizə lap belə yaxın olanını. Həyat hekayəsi həqiqətən tamam onda paylaşacağım. Paylaş. Həyat hekayəmdə məsələn, düzdür, Gürcistana gəldim və Gürcistanda belə deyim də, hələm düzdür, qonaq gəlib getmişəm, bir var turist kimi gəlib gedirsən, o başqa bir məsələdir. Bir var həyatını davam edirsən, o ayrı bir məsələdir. Mən gələndə məsəl üçün Tiflisdə qaldım. Sonra Tiflisdə qaldığım müddətdə, belə deyək, xeyli insanlarla biraz ünsiyyət qurdum. Sonra bir gün ailəmi götürdüm, getirdim və mənə bir şəxs həqiqət dəvət elədi, dedi ki, bəs çətinliyiniz olsa sizə kömək edərəm və sizə yardım edərəm. Dedim ki, nə yaxşı, nə xoş, belə məmnun edici bir təklifdir. Və sonra, amma belə deyim də, onun təklifi bir müddət düşündüm, ailəmlə paylaşdım. Dedim ki, təklifi qəbul edək. Və köçdük kəndlərin birində. Və dedi ki, evin birinci mərtəbəsində özləri yaşayırdı, ikinci mərtəbəsində. Bizə dedi ki, qalın 2 otaq idi. Bu arada qalırdım, ancaq o mənim fəaliyyətimdən xəbərsiz idi. Fəaliyyətimi bilmirdi ki, o qədər mən ictimai fəaliyyətlə məşğulam, tənqidi çıxışlarım var və s. Və bir müddət sonra məni ki, bildi ki, mən tənqidi çıxışlarım var. Təsəvvürlə bizi dedi ki, biz çıxın, təcili edirik, evdən çıxın. Bu Marniyolda baş verən bir hadisədir, kəndlərdən birində. Və dedi, evdən çıxın. Təsəvvürlə ki, mən də həmin anda biraz imkanları məhdud idi, maddi imkanları məhdud idi. Mən çıxdım belə deyək ki, ailə 2 körpə uşaqla o tezdən daşındım Tiflisə. Tiflisə daşındım. Daşındıqdan sonra bir gecə mən orada oteldə elədim, qaldım. Həmin anda həqiqətən çox belə deyim də travmatik bir vəziyyətdir. Yəni mənim üçün və həyatım üçün. Və orada bir gecə oteldən qaldıqdan sonra səhərsi gün, növbəti günü mən yəni aidiyyəti təşkilatlarla əlaqə saxladım, qurumlarla əlaqə saxladım və orada bizi bir müddət belə deyim də yaşamaqla təmin etdilər. Mənim üçün məsəl üçün o həyatımda ən belə deyim də yadda qalan ən ağır izlərdən biridir ki, insan məsəl üçün 2 körpə uşaqla məsəl üçün belə deyim ki, deyirsən ki, tərk eləsən, siyah baxışlarına görə, tənqidçi fəaliyyətimə görə, bu əlbəttə ki, bu hallar arasında. Amma bunu ilk dəfə paylaşıram sizinlə. Heç vaxt danışmamışam. Burada daha doğrusu izləyicilər də sürprizdir. Bəzən belə şeylərdə insanları anlayış, məsəl üçün, hörmət olmalıdır. Olmalıdır. Və bir çox hekayələrim var. Məsəl üçün, sada başqa hekayələrim olur. Yaxşı bir hekayələrim də var. Məsəl üçün, belə deyim ki, Azərbaycanda yaxşı hekayələrim olur. Məsəl üçün, burada da Gürcistanda da yaxşı hekayələrim olur. Mən Gürcistan dövlətindən də bugünkü gündə 9 il burada yaşayıram və həqiqətən məmnunluq hissim var ki, məsəl üçün, onlar nə qədər olsa bütün proseslərdə diqqət ayırırlar. Yəni, hüquqlar, bir çox ölkələri biz götürük, ümumi qlobal məsələləri qoysun. Amma mənim üçün bir qədər fərqli oldu. Yəni,
öyle narahatsızlıq edə bilmərəm. Yəni sözünü silmənasında. Buyurun, növbəti suallarınızı. Suallar yani bitti bu kadar. Çok kısa geçti, yarım saat. Çok sağ Tez olun. sürətlə efendim. danışdım biraz, sağ olun. Çok sağ olun. Çok sağ Teşekkür olun ederim. ki davetimi kabul ediniz, geldiniz. Bu sevimli söhbətə görə də çok teşekkür edirəm sizə. Çok sağ olun. Mən də sizə öz növbəmdə təşəkkür edirəm. Dəvət etdiyiniz üçün Marneolo FM izləyicilərinə, kollektivinə təşəkkür edirəm. Onların da əməyi var. Və bugün həmkarlarımızın gördüyü işlər mənim üçün unudulmazdır. Və atdığı, verdiyi dəstəyə görə təşəkkür edirəm. Bütün kollektivimə, media nümayəndələrinə, Çok sağ olun. öz yəni həmkarlarımıza təşəkkürümüzü çatdırırıq. Çok sağ olun. Çok sağ olun. Sağ olun. Əziz Radyo Marnoli dinləyiciləri, bugünkü Bir Həyat Hekayəsi radyo proqramının qonağı Avtandil Məmmədov idi. Əziz dinləyicilər, bugünkü verilişimiz sona yetdi. Gələn görüşlərdə sizinlə görüşənədək sağ olun, sağlıqla qalın. Qoy Manualda. herkes Ha? sizin işinizden Manualda. danışsın. Necə? Reklamınızı Manual